2026-cı ilin gəlişi ilə Azərbaycan vətəndaşlarını düşündürən məsələlərdən biri də əllərindəki vəsaiti hansı sahəyə yönəltməyin daha məqsəd uyğun olmasıdır. İqtisadi qeyri-müəyyənliklər, bazar riskləri və alternativ investisiya imkanlarının məhdudluğu fonunda insanlar daha çox etibarlı və uzunmüddətli gəlir vəd edən sahələrə üstünlük verməyə çalışırlar. Bəs mövcud şəraitdə Azərbaycanda vətəndaşlar arasında yatırım üçün hansı istiqamətlər ön plana çıxır? Əsasən banka yatırmağa mən yatırım eləməyə daha üstünlük görürəm. Niyə banka yatırmaq istəyirsiniz? Çünki mən risk etməyə xoşlamıram. Məsələn, kriptovalyutaya yatırım edərsiniz? Yox, ona da belə güvənmirəm. Çünki o da bir müddət sonra dəyişilə bilər. Bəs ənənəvi üsullar, ev almaq, qızıl almaq? Qızıl da almaq olar, ev də almaq olar. Amma qaranti olaraq insanlar sərmayə olaraq evdir və yaxud da torpaq sahəsi alır. Sonra bu zamanla qiyməti yüksəlir. Pulum olsa ev alardım, evə yatırardım, qızıla yatırardım. Fikirləşirsiniz ki, bunlar daha etibarlıdır? Daha etibarlıdır, qiyməti düşmür, qalxır. Əgər mənim pulum olsaydı, ancaq və ancaq elmə yatırardım. Başqa heç bir şeyə. Niyə məhz elmə yatırardınız? Ona görə ki, elmin nailiyyəti ilə əldə olunan hər bir şey dünyada birinci yerdədir. Məncə ən yaxşı yatırım evə yatırım etmək. Həm kirayədən əlavə gəlir əldə eləmək, həm də gələcəkdə yüksək məbləğə satmaq üçün. Fikirləşirsiniz ki, bu daha etibarlıdır da pul yatırmaq üçün? Etibarlılıqdan da əlavə banklarda faiz azdır, amma evlər hardasa hər il 10%, 15% aşağısı qalxır. Həm də kirayədən gəlir götürürsən. Uşaqların təhsilinə, onların gələcəyini təmin eləmiş oluram. Evdir, nədir, onlar sonra alınır. Pulum olsa torpağa yatırardım. Qiyməti daha tez artdığı üçün. Qızıl alardım, ev alardım. Onlarla bir banka qoymuşam da. Nə vaxt istəsəm pul şəklində istifadə edə bilərəm. İqtisadçı Natiq Cəfərli deyir ki, ölkədə investisiya seçimlərinin məhdud olmasının əsas səbəblərindən biri qiymətli kağızlar bazarının formalaşmamasıdır. Azərbaycanda investisiyaların ənənəvi iki istiqaməti var, təəssüf ki. Bizdə qiymətli kağızlar bazarı olmadığına görə ənənəvi iki istiqamət, biri daşınmaz əmlakdır, ikincisi də qızıldır. Yəqin ki, 26-cı ildə də bu tendensiya olacaq. Yəni, ya qızıla, ya da belə deyək, daşınmaz əmlaka investisiya qoyulanların sayı çox olacaq. Son illərin təcrübəsi göstərir ki, daşınmaz əmlak da, qızıl da gəlir gətirir. Əmlak üzrə ekspert Elnur Fərzəliyev isə bildirir ki, əhalinin yatırım üçün daşınmaz əmlaka yönəlməsi heç də təsadüfi deyil. Son 30 il ərzində daşınmaz əmlak bazarında ciddi şəkildə dəfələrlə, bəzi əmlaklarda hətta 20-25 dəfəyə qədər artımlar müşahidə olunur. Hər hansısa bir əmlakı alarkən aldıqları gündən kirayə verirlər. Bu artıq onlara gəlir gətirmiş olur, daimi gəlir. Başqa bir tərəfdən isə əmlak bazarında baş verən qiymət artımları gələcəkdə həmin əmlakı satarkən onlara daha çox gəlir vermiş olur, gəlir gətirmiş olur. Yəni, o baxımdan növbəti illərdə də bu sahəyə edilən yatırımda vətəndaşlar daha böyük qazancla çıxmış ola bilərlər. Bəs qızıl bazarında vəziyyət necədir? Artım gözlənilirmi? Əlbəttə ki, yatırım edən insan qazanc əldə edə bilər. Bəli, o da baxır hansı qızıl çeşidinə. Ən çox sal qızıllara üstünlük vermək lazımdır. 585, 750 onlara üstünlük vermək lazımdır ki, həm taxar, gündəlik istifadə eləyər, həm də səhəri günü satanda gəlir əldə eləyə bilər. Bu ilə 585-in satışı 180-185 arasıdır. 750-nin satışı 240-260 arasında dəyişir. Qızılın düşəcəyi ehtimalı yoxdur. Unsiya bugünkü qiymət 4500 civarını keçdiyinə görə 5000-5500 arasında oynayacaqdır qızıl. Hələ getdikcə laf irəliyə doğru illər ərzində qalxmağa davam eləyəcək. Son illər ənənəvi yatırım vəsaitləri ilə yanaşı, kriptovalyutalarda bir çox vətəndaşın diqqətini cəlb edir. Bəs kriptovalyutaya yatırım etmək nə dərəcədə məqsədə uyğundur və bu bazarda hansı təhlükələr mövcuddur? İqtisadçı Xalid Kərimli kriptovalyutaların risk səviyyəsi barədə bildirir ki, kriptovalyuta çox riskli instrumentdir. Gəlib düşüb 90 min dollara. Təbii ki, 125-130 min dollarda alanlar hal-hazırda öz qoyduqları investisiyanın 40-50%-ni itiriblər. Kriptovalyuta alətləri içərisində Bitcoin'dur, Ethereum'dur daha az riskli hesab olunur. Bir sıra kriptovalyuta instrumentləri var ki, ümumiyyətlə tam sıradan çıxıb
müflis olub, ümumiyyətlə bu instrumentə yatırım edənlər də bütün vəsaitlərini itiriblər. Mən heç kimə tövsiyə eləməzdim ki, bütün əlindəki kapitalı kriptovalyutaya yatırsınlar. Amma indi profillərində riskli, belə deyək, investorlardırsa, yüksək gəlir götürmək istəyirlərsə və eyni zamanda risklərə dözümlülük varsa, portfelin yalnız bir hissəsini kriptovalyutaya yatırım etmək olar. Onu da hansı hissəsini də investorlar özlərinin riskə dözümlülüyü və gözlədiyi gəlir nisbətlərinə görə müəyyənləşdirməlidir. İqtisadçı Elman Sadıqov isə APA TV-nin efirində yayımlanan xəbər aparan verilişində bildirib ki, 200 min manata qədər olan evlərə tələbat davamlı olacaq. Məşhur bir söz var, bu yumurtaların hamısını bir səbətə yığmaq olmaz. Bəzi insanlar ən son qəpiyinə qədər investisiya edirlər, sonra əllərində likvid vəsait qalmadığı üçün hər hansı kiçik ehtiyaclarda belə yeni borca düşürlər, problemlərlə üzləşirlər. Təəssüf ki, ölkəmizdə kapital bazarları kifayət qədər inkişaf etmədiyi üçün investisiyaya yatırmaq üçün müxtəlif alətlərimiz yoxdur. Və bu səbəbdən əhali əsas çıxış yolunu daşınmaz əmlaka qoyur. Daşınmaz əmlak Azərbaycanda qiyməti qalxacaq ya düşəcək deyə fikir söyləmək doğru deyil. Biz 200 minə qədər olan evlərlə 1 milyon manatdan yuxarı olan evləri eyni tuta bilmərik. 200 minə qədər olanlar isə həmişə tələb olacaq, həmişə insanlar bu evləri almaqda meyilli olacaqlar. Əgər mən 2 il, 3 il bundan qabaq desəydim ki, kriptovalyutanı qızılla müqayisə etmək doğru deyil, insanlar, gənclərimiz deyərdilər ki, yox, görürsünüzmü, kriptovalyuta, bitcoin necə dəyər qazandı və s. Amma qızıl indiyə qədər qiyməti düşərək kimlərsə bədbəxt etməyib. Amma bitcoin və digər kriptovalyutalar bütün dünyada 10 minlərlə, 100 minlərlə insanı və ailəni bədbəxt etdi. Beləliklə 2026-cı ildə Azərbaycanda ən etibarlı yatırım sahələri qızıl və daşınmaz əmlak hesab olunur. Kriptovalyutalar yüksək gəlir potensialı daşısa da riskləri böyükdür. Ona görə yalnız maliyyə savadlılığı olan və riskə dözümlü investorlar portfelinin kiçik hissəsini bu bazara ayırmalıdır. Nigar Rəcəbova, Rəbiyə Əhmədova, Xaliq Babayev, Vüsal Bayramov, APA TV.